Hər səhər universitetin qapısından içəri addım atanda bizi qarşılayan gülərüz və səmimi baxışlardan ilk güvəni hiss edirik. Biz dərsə tələsərkən dəhlizlərdə, auditoriyalarda hiss etdiyimiz səssiz əmək bizi təmiz və huzurlu bir mühitlə əhatə edən qayğıkeş əllərin böyük zəhmətidir. Dərs aralarında qaçıb getdiyimiz yeməkxanadakı o səmimiyyət, şəfqət sanki doğma bir ocağın istiliyidir. Kitabxananın hər rəfində gizlənən diqqət və qayğı bilik yolunda bizə bələdçilik edən ən böyük səbirdir. Hər sualımıza təmkinlə cavab verən, problemlərimizi səbirlə həll edən də sizlərsiz. O gün gəlir. İllərin yorğunluğunu, gecə-gündüz çəkilən zəhməti, diplom sevincimizi ilk sizinlə paylaşırıq. Tələbəlik illərimiz sizin dostluğunuzla daha şən, rəngarəng və dəyərli olur. Hər yeni ideyamıza verdiyiniz dəstək xəyallarımızın uğura çevriləcəyinə olan inamımızı artırır. Auditoriyalarda bizə öyrətdiyiniz bilik və qazandırdığınız dəyərlər sayəsində həyatda inamla addımlamağı, çətinliklər qarşısında irəliləməyi öyrənirik. Sizin varlığınız bu həyat yolumuzu hər zaman işıqlandırır. Uğurlarımızda sizin əməyiniz, qazandığımız hər nailiyyətdə sizin iziniz var. Çünki Günekdə hər qadın bir dəyər, bir güc, bir ilhamdır. Mart Beynəlxalq Qadınlar Gününüz mübarək.